Bilirsən, bu il Avropa oyunlarından tutmuş hər şey çox gözəl idi. Köhnə avtobusları bakobuslar əvəz elədi. Gediş haqqı üçün artıq qəpik ödəməyimizə ehtiyac qalmadı. Gedişlər artıq kartladı. Qohumlarla bir yerə toplaşıb yedik, içdik, dedik, güldük və çox möhtəşəm bir il keçirdik. Cəmi 10 manatla nələr ala bilirəm. Daha nə istəyim ki? 2015-ci il çox gözəl keçdi. 2015 səhv gəlmisən. Bura 2025-dir. Buranın insanlarında artıq o səmimiyyət yoxdur. Qonaq getmək geridə qaldı. Hər kəs sakit bir küncə çəkilib öz həyatını yaşayır. Düzdür, o manatı qazanmaq yenə çətindir, amma artıq o manatın çox dəyəri qalmayıb. Hə, bir də o köhnə avtobuslar üçün belə darıxıram. Qısaca 2025. Minimum əmək haqqı 400 manatla açılış elədi. Hər ilin əvvəlində olduğu kimi bayramdan qalma yeməklər yenə gündəmə gəldi. Prezident Rusiyada Azal təyyarəsinin vurulması ilə bağlı araşdırmaların davam etdiyini bildirdi. Qəbristanlığa girərək baş daşlarının üzərinə dodaq şəkilləri çəkən məktəblilər qanun qarşısına çıxarıldı. Qaz pulu 0,5 qəpik artırıldı. 5 qəpik yox, 0,5 qəpik. Yəni 1 qəpikdən belə daha az. Əməliyyat zamanı öz ad gününü qeyd edib internetdə paylaşan həkim işdən çıxarıldı. Bərdədə 2000 manata avtomat satmaq istəyən adam saxlanıldı. Hər kəsin ağsaqqal rolu ilə tanıdığı Azərbəxşəliyev dünyasını dəyişdi. Bir nəfər yağışlı havada üşüdüyü üçün maşın oğurladı. Bax, mən deyirəm, yaxşı ki bu adam Call of Duty oynamaq istəməyib, yoxsa vay halımıza. Bir gənc elçilikdə yox cavabı aldığı üçün qızı və anasını maşınla vurdu. Zibillikdə qumbara tapan uşaq qumbaranı bilmədən evində partlatdı. Yaxşı ki o zibillikdən nüvə silahı olmayıb. Çörəyin qiyməti bahalaşdırıldı. Azal təyyarəsinin Rusiya tərəfindən vurulduğu rəsmən dəqiqləşdirildi. Bakıya qar yağmır deyə bir nəfər rayondan Bakıya qar gətirdi. Türkiyədə baş vermiş böyük zəlzələnin ildönümü xatırlandı. Novruz bayramının gəlişi ilə əlaqədar sosial şəbəkələrdə su çərşənbəsi paylaşımları başladı. Suni intellektlə düzəldilən videolar ölkəmizdə də trend oldu. Ramazan ayı və Novruz bayramı eyni aya təsadüf etdiyi üçün oruç süfrələrimizdə qoğal da yer aldı. Donald Trump Zelenskini Ağ Evdə sülh görüşməsinə dəvət etdi. Amma burada az qala bir-birlərinə girirdilər. Marketdən pul oğurlaya bilməyən adam kassa açılmır deyə kassanı oğurladı. 20-24 mart arası Novruz tətilinə görə qeyri-iş rejimi elan edildi. Şəhərdə Çin istehsalı olan avtomobillərin sayı artdı. Azərbaycan dünyanın ən yaxşı və ən xoşbəxt ölkəsi seçildi. Zarafat eləyirəm. 1 aprel. Ramazan ayının bitməsi ilə aprel ayında toy edənlərin sayı pik həddə çatdı. Hər il olduğu kimi bu ildə bir alçanı çox daha baha qiymətə satanlar oldu. Priusların qadağan olunmasından sonra Çin avtomobillərinin taksi fəaliyyəti artdı. Siqaretlərin qiyməti bir daha bahalaşdırıldı. Hərbi xidmətə çağırış başladı. Eurovision'da Azərbaycan təmsilçisi Mamaqama Ran White mahnısı ilə səhnədə yer aldı. Qarabağ Futbol Klubu Premyer Liqanın qalibi oldu. Bir nəfər pəncərədən köhnə sevgilisinin evinə girərək onu döydü. Azərbaycan Google Trends'də trend oldu. Həyat yoldaşı Putinin edə bilmədiyini edərək Makrona sərt bir şillə vurdu. Avtobusdakı nənə əlindəki bıçaqla insanları hədələdi. Allah namuslu babalarımızı qorusun. Mini futbol komandamız Macarıstanla keçirilən final oyununda qalib gəldi. Labubu oyuncaqları bir anda bütün dünyada trend oldu. Azərbaycanda havaların istiliyi rekord dərəcəyə çatdı. Yoldaşının və oğlunun başına pis bir iş gəlməməsi üçün onlara qoruma cadusu elətdirən qadın falçıya 74.000 manat verdi. Məktəblilərin son zəng mərasimləri keçirildi. Azərbaycanda gənclər arasında suni intellekt ilə yaradılan virtual sevgililər viral oldu. Bir dəqiqə, mən bunu heç yoxlamamışam. Allah bəl... Rusiya ilə Azərbaycan arasında gərgin münasibətlər yarandı. Siyəzəndə paraşütlə tullanış edən qadın yıxılaraq dünyasını dəyişdi. Epi rep zamanı işlətdiyi nalayiq sözlərə görə qısa müddətli həbs olundu. Bakıda bir nəfər yolun ortasında çılpaq şəkildə dayandığına görə 300 manat cərimələndi. Suraxanıda bir nəfər yanğın şitindən su çəkib insanlara satdı. Bax, 0 maya maksimum qazanc. Məncə təbrikə layiqdir. Zarafat eləyirəm. Justin Timberlake'in Azərbaycandakı konsertində bir qız Justin kömək ilə mən evlənim pankartı asdı. Su çənini düzəltmək istəyən bir nəfər çənin içində ilişib qaldı. İlham Əliyev və Paşinyan Amerikanın Ağ Evində Trump ilə görüşdülər. Metroda dünyaya gələn uşaq üçün Bakı metropoliteni həmin uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edəcək dedi. O kartla insanları pulsuz keçirdib yarı qiymət almaq fikri çıx ağlımdan. Hər il olduğu kimi bu ildə tələbələrin qəbul nəticələri çıxan kimi Bakı və Gəncədə kirayə evlərinin qiyməti kəskin şəkildə artdı. 200 nəfəri Kərbalaya aparmaq adı ilə hərəsindən $600 alan şəxs yoxa çıxdı. Müğənni Rəqsanə İsmailova dələduzluq iddiaları əsasında həbs olundu. Şəhidlərimizin məzarlarına qarşı hörmətsizlik edən ərəb turistlər polis tərəfindən həbs olundu. Qarabağ Futbol Klubu Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Sədərək Ticarət Mərkəzi bir daha yandı.
Azərbaycan dövlət xəzinəsində 96,9 milyard manatlıq xalis sərvət olduğu açıqlandı. Bakıda Formula 1 yarışları keçirildi. Azərbaycan milli futbol komandası İzlandiyaya 5-0 hesabı ilə məğlub oldu. Bakıda bəylə gəlin toylarına at ilə getdilər. Qarabağ futbol klubu Benficanı 3-2 hesabı ilə məğlub etdi. Albaniyada rüşvətin qarşısının alınması məqsədi ilə süni intellekti nazir təyin etdilər. Bu bizə də lazımdır. Oğlunu hərbi xidmətə yola salan general xəbəri cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Azərbaycan əhalisinin sayı artaraq 10.253.647 nəfərə çatdı. Musiqi məktəbində dərs demək üçün transgender dəvət edildi. Qarabağ futbol klubumuz Atletik Bilbao'ya 3-1 hesabı ilə məğlub oldu. Bir də Samir Efendiyevanın Erməniyə verdiyi 12 xala görə erməni influencer biraz qürurunuz olsun, neçə şəhid vermişik, dedi. İşsiz şəxslərin sığorta haqqı olaraq ayda 16 manat ödəyəcəyi aqressiv qarşılandı. Bakubus avtobuslarında qadın sürücülərin fəaliyyəti və onların sayının artırılacağı açıqlandı. Ermənistanda məktəblərdə Azərbaycan dili dərslərinin keçiriləcəyi rəsmi olaraq bildirildi. Qarabazarda biletlərin baha satılmasından şikayət edən şəxs daha sonra Qarabağ-Chelsea oyununa qanunsuz bilet satdığı üçün saxlanıldı. Baxın, bu adamın bir günahı yoxdur. Kimsə bu adama tərs psixolojini səhv başa salıb. Aşıq Telli Borçalı mahnısının səhv yayımlanmasına görə Ayrı televiziyasının əməkdaşlarına hücum etdi. Qarabağ futbol klubu Londonun Chelsea klubu ilə 2-2 hesabı ilə bərabərə qaldı. Bir də bu var. Qarabağın oyununa VIP olaraq baxmağa dəvət edilən uşaq bu təklifi geri çevirərək azərkeşlərlə birlikdə izlədi. Prezident ilin sonuna qədər 20 mindən çox məhbusun əhv ediləcəyini açıqladı. Elektron siqaretlərin yeni ildən etibarən qadağan olunacağı bildirildi. Nəriman Axundzadə göstərdiyi oyuna görə tək Qarabağ azərkeşləri yox, bütün Azərbaycan tərəfindən tənqidlərə məruz qaldı. Belə şeylərə görə heç vaxt ürəyini sıxma Nəriman. Onsuz da düz deyirlər. Zarafat eləyirəm, düzələr. AGP Arenada baş tutan battle-da Epi və Pasteur üz-üzə gəldi. Epi bu qarşılaşmada məğlub oldu. Dünyanın dağılacağı iddia edilən tarixin üzərindən tam 13 il keçdi. Bu ildə sağ qalmağı bacararaq yeni səviyyəyə keçməyə haqq qazandın. Sizi bilmirəm, amma mənim gələcək ildən çox da bir ümidim yoxdur. Hələlik.